Salam Şinarə, hər vaxtınız xeyir olsun. Bəli, qeyd edildiyiniz kimi artıq bugün səhər saat 10 tamamından etibarən Respublika Fənn Olimpiadalarına qeydiyyat prosesinə start verilib və proses nə vaxta qədər davam edəcək, hansı formada şagirdlər, valideynlər buradan qeydiyyatdan keçə bilərlər. Daha təfərrüatlı informasiyaları almaq üçün ilə üz tutduq Təhsil İnstitutuna. Təhsil İnstitutunun şöbə müdürü Tural Alışovdan alacaq detallı informasiyaları. Xoş gördük Tural bəy. Təfərrüatları buyurun sizdən eşidək. Deməli, bildiyiniz kimi artıq bugün səhər saatlarından etibarən Respublika Fənn Olimpiadalarının qeydiyyat prosesi başlamışdır. Ölkə üzrə 8-11-ci sinifdə təhsil alan şagirdlər müxtəlif fənlər üzrə, 8 fənn üzrə arzuladıqları fənlər üzrə qeydiyyatdan keçə bilirlər və qeydiyyat prosesi davam edəcək, deməli 18 noyabr saat 12:00-a qədər. Bu müddət ərzində qeydiyyatdan keçən şagirdlər noyabr ayında məktəb turlarında iştirak edəcəklər. Məktəb turları onların təhsil aldığı ümumi təhsil müəssisələr tərəfindən təşkil olunur. Məktəb turundan uğurla keçən şagirdlər artıq yanvar ayında, 2026-cı ilin yanvar ayında keçiriləcək rayon şəhər məhəlləsində iştirak edəcəklər. Hansı formada qeydiyyatdan keçə bilər? Hansı sayta daxil olmalılar? Hansı sənədlər və s. lazımdır ümumiyyətlə? Deməli, Portal Edu.az platforması üzərindən qeydiyyat prosesi həyata keçirilir. Bununla bağlı Təhsil İnstitutunun, ümumiyyətlə Elm və Təhsil Nazirliyinin müxtəlif sosial mənbələrindən məlumat əldə edə bilərlər. Orada texniki yardım var. Qeydiyyatda çətinlik çəkən şəxslər, şagirdlər, valideynlər WhatsApp nömrə var. Həmin WhatsApp nömrə vasitəsilə əlaqə saxlaya bilərlər. Yazılı şəkildə öz müraciətlərini bildirə bilərlər. Orada sırf texniki bir məsələdir. Yəni burada qeydiyyatdan artıq bizdə bir neçə ildir bu təcrübə var. Əsasən valideynlər qeydiyyatdan keçməyi bacarırlar. Bir məqamda soruşum, bu yəni olimpiyadaların keçirilməsi şagirdlərə nə vəd edir ümumiyyətlə? Ümumiyyətlə Respublika Fənn Olimpiadaları daha istedadlı şagirdləri, xüsusi istedada malik olan şagirdləri üzə çıxarmaq üçün olan bir layihədir. Belə deyim, ümumi təhsil müəssisələrinə tətbiq olunan ən böyük bilik yarışlarından biridir. RFO-nun qısa şəkildə desək, əsas məqsədlərindən biri ümumi fənlər üzrə daha yüksək bacarığa, qabiliyyətə, daha analitik qabiliyyəti olan şagirdləri aşkar eləməkdir. Daha burada tətbiq olunan suallar, belə deyim, daha dərin zəka tələb edən suallar olduğuna görə daha istedadlı uşaqlar burada aşkar edirik. Daha sonra bu proses bildiyiniz kimi davam edir və milli komandalar, beynəlxalq olimpiadalar üzrə milli komandaları təmsil edən şagirdlər əsasən burada qalib olan şagirdlərdən ibarət olur. Həmçinin bildiyiniz kimi Nazirlər Kabinetinin qərarı var. Müvafiq fənlər üzrə, müvafiq ixtisaslar üzrə qalib gələn şagirdlər Dövlət İmtahan Mərkəzinin imtahanına girmədən müsabiqədən kənar universitetlərdə təhsil almaq hüququ əldə edirlər. Təşəkkür edirəm suallarımıza ətraflı şəkildə cavab verdiyiniz üçün. Bir də xatırladım ki, elə bugün səhər saat 10-dan etibarən Respublika Fənn Olimpiadalarına qeydiyyat prosesinə start verilib. Elə təfərrüatlı şəkildə bu olimpiyadaların keçirilməsinin şagirdlər üçün nə cür yararlı olduğu ilə bağlı informasiyaları da elə eşitmiş olduq. Çatdıra biləcəklərimiz bu qədərdir. Söz yenidən sizdədir. Təşəkkürümü bildirirəm. Rəqsanə məlumatları bizimlə bölüşdüyün üçün indi isə anonslara baxırıq.